İndi isə daha ətraflı. Ermənistandan başqa Zəngəzur dəhlizinin açılmasını istəməyən ölkələr də var. Bu fikirləri Milli Məclisin deputatı Erkin Qədirli Türkpaya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında çıxışı zamanı səsləndirib. Deputat bildirib ki, Zəngəzur dəhlizi cəmi 40 kilometrlik yol olsa da artıq 40 ildir ki, bağlıdır. Erkin Qədirli qeyd edib, yolun açılmasını yalnız Ermənistan deyil, bəzi başqa ölkələr də istəmir. Həmin ölkələrin adlarını çəkməyəcəm, amma bu yolun Turan yolu olması səbəbi ilə açılmasını istəmirlər. Bəziləri bu fikri açıq şəkildə, digərləri isə qapalı görüşlərdə ifadə edir. Hesab edirəm ki, gələcəyimiz baxımdan Türk dövlətlərinin təhlükəsizliyi olduqca önəmlidir. Günaz TV-yə baxırsınız. Əli Xamneyinin nümayəndəsi tərəfindən idarə olunan Keyhan qəzeti Amerikanın Tehranın uranın zənginləşdirilməsini dayandırması barədə bəyanatından sonra Birləşmiş Ştatların İranın qırmızı xəttlərini keçdiyini deyib. Redaktor Hüseyin Şəriət Mədari Omandakı danışıqların birinci raundundan sonra Uytikovun konstruktiv görünmə cəhdlərinə baxmayaraq Vaşinqtonun əsl niyyətini ifşa etdiyini deyib. Uytikovun sosial media hesabında yazdığı İran nüvə zənginləşdirmə proqramını dayandırmalı və ləğv etməlidir. Sözlərinə toxunan Şəriət Mədari Amerika rəsmilərinin İranın dəfələrlə rədd etdiyi mövzuları yenidən qaldırdığını yazıb. Şəriət Mədari iddia edib ki, Vaşinqton İranı tərk-islah etmək üçün zəmin hazırlayır. Aprelin 15-də Lübnan ordusunun xüsusi təyinatları ölkənin cənubunda yerləşən Said şəhərində əməliyyat keçirərək Fələstinin radikal Həməs hərəkatının rəhbərliyinin 2 üzvünü saxlayıb. Məlumatı yayan Janobiya xəbər portalı bildirib ki, Lübnanın cənubundan İsrailə qarşı silahlı hücumlara görə Fələstinlilərin həbsi ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl Lübnan silahlı qüvvələrinin komandanlığı Fələstin cəbhələrinin Beka hadisəsinə və Suriya ilə sərhəddə yerləşən 6 hərbi bazasını bağlayıb. Orada yerləşən texnika və sürsatlar müsadirə edilib. Amerika dövlət katibi Marco Rubio Ermənistanda daxil olmaqla xarici ölkələrə ayrılan 215 milyon dollar qrantı ləğv edib. Hökumətin effektivliyi departamenti bildirib. Katib Rubio Dövlət Departamentinin xarici yardımını yaxından nəzərdən keçirməyə davam edir. Bugün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrantı ləğv edib. Qeyd olunub ki, söhbət Ermənistan, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Mavritaniya, Moldova, Tunis, Özbəkistandakı layihələrdən gedir. Ermənistanda demokratik mədəniyyətin təşviqi proqramının maliyyələşdirilməsi üçün 2 milyon dollar ayırması nəzərdə tutulmuşdu. Bazar ertəsi The Washington Post qəzeti əldə etdiyi sənədə istinadən yazıb ki, Donald Trump'ın administrasiyası Dövlət Departamentinin büdcəsini təxminən yarıya qədər azaltmağı planlaşdırır. Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib. Türkiyə rəhbəri bildirib ki, artıq Suriyada yeni mərhələ başlayıb və Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək. Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə 4-cü Antalya diplomatiya forumunda Suriya və Qəzza başda olmaqla regional məsələlərlə bağlı konkret mövqe ortaya qoyub. O bildirib, Fələstin xalqının yanında olduğumuzu bütün dünyaya bəyan etdik. Suriyadakı mənafemizin qorunması ilə bağlı tərəddüd etməyəcəyimizi təkrar etdik. Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda başa çatması üçün əlimizdən gələni edəcəyimizi diqqətə çatdırdıq. Ukrayna tezliklə Patriot hava hücumundan müdafiə sistemlərini alacaq. Bu barədə NATO'nun baş katibi Marco Rutte bildirib. Baş katibi Marco Rutte bildirib ki, Ukraynaya yeni hərbi yardımın elan edilməsi ilə onun verilməsi arasında adətən az vaxt olur. Baş katib əlavə edib. Məsələn, NATO'nun Vaşinqtonda keçirilən samitində dövlətlər Ukraynanı Patriot sistemləri ilə təchiz etməyi öhdələrinə götürdülər. Bu, biraz vaxt aparıb. Xoşbəxtlikdən onların əksəriyyəti artıq çatdırılıb və ya yaxın vaxtlarda çatdırılacaq deyə qeyd edib. Ukrayna Silahlı Qüvvələri aprelin 13-də Sumu şəhərinə 2 ballistik raketlə zərbə endirən Rusiya Federasiyasının Kursk vilayətinin Kulyovka kəndində yerləşən 448-ci raket briqadasını vurub.
Ukrayna Silahlı Qüvvələrinin baş qərargahının məlumatında qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri və təhlükəsizlik xidməti digər bölmələrlə əməkdaşlıq edərək Sumu şəhərinə raket hücumunda iştirak edən hərbi cinayətkarlarla bir sıra obyektlərə hücum edib. Rusiya qoşunlarının 448-ci briqadasının yerləşdiyi yerə zərbə indirdikdən sonra sursatların ikinci dərəcəli partlaması qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı bildirib, Ukraynanın Dinc şəhərini və dinc sakinlərini atəşə tutan hər bir Rusiya hərbi hissəsi, diviziyası və onların hərbiçiləri müəyyən ediləcək və mütləq cəzasını alacaqlar. Rusiya işğalçılarının mühüm hərbi obyektlərində məqsədyönlü və sistemli döyüş fəaliyyəti Rusiyanın ölkəmizə qarşı silahlı təcavüzü bitənə qədər davam edəcək. Qeyd edək ki, Ukraynanın Sumu şəhərinə hücum nəticəsində 2 uşaq olmaqla 35 nəfər həlak olub. Təxminən 120 nəfər yaralanıb. Rusiya Müdafiə Nazirliyi zərbənin dinc əhaliyə deyil, Ukrayna Silahlı Qüvvələrinin komandanlıq qərargahının iclasına vurulduğunu iddia edib.